Hamıya salam. Mən bu gün sizə Nərgiz Nəcəf 99 sınaq buraxılış kitabının 9-cu sınağını izah eləməyə başlayıram. Digər sınaqların izahı kanalımda var. Keçid edib izləyə bilərsiniz. İndi isə gəlin vaxt itirmədən keçək personal pronouns sınağına. Personal pronouns şəxs əvəzliyi deməkdir. Mən dərhal keçirəm testimə. Siz pronoun mövzusunda həmişə nöqtələrlə işləyin. Yəni, sizin ən doğru versiyanız nöqtələrlə işləməkdir ki, o nöqtələr sizə düzgün cavab aparır. Necə? Baxıram, nöqtədən sonra teach gəlib. Teach öyrətməkdir və feilin sonu s qəbul eləyib. Feilin sonu nə vaxt s qəbul eləyir? Əgər ki, qeyd edeyim, əgər ki, şəxsim he, she, it olduqda feilin sonu s qəbul edir. Məsələn, tutaq ki, she, sleep, yoxsa sleeps. Bir dənə də buradan sleeps. Hansı düzgün olar sizcə? Təbii ki, bu sleeps düzgün olar. Deyərsiniz ki, bu s hardan gəldi? Mən nə bilim ki, indi s nə vaxt qoymalıyam? Siz sadəcə onu düşünürsünüz ki, bu does var ya, bu does. Bu does'ın s-sını elə təsəvvür eləyin ki, o feilə artırılıb. Məsələn, mən sizdən soruşsam ki, does hansı şəxslərlə işlənir? Siz dərhal mənə deyirsiniz ki, he, she, itlə. İndi elə də təsəvvür eləyin ki, əgər cümlədə does yoxdursa, s-sını yazmalısınız. Yəni, bunlar, tutaq ki, belə olsa, does, bu da does she sleep olsa düzdür. Amma does she sleeps olsa düz deyil. Çünki bir dənə cümlədə bu s-la, bu does-ın s-sı elə təsəvvür edin ki, yola getmir. Ya deyir mən olmalıyam, ya da deyir ki, mən olmalıyam. Ona görə siz cümlə işləyəndə, əgər feilin sonunda s görürsünüzsə, deməli o indiki sadə zamanın s-sıdır və hansı şəxslərlə işlənirdi? Bayaq dedik, təbii ki, he ilə. Bunların heç biri ilə olmaz. İndi gəlirəm ikinci suala baxıram, görəm nöqtədən sonra cook gəlib. Cook siz deyə bilərsiniz ki, bu bişirmək mənasıdır. Mən baxaram ki, sonunda bunun hansı şəkilçi var? Heç bir şəkilçi yoxdur da, s falan yoxdur, heç nə yoxdur, boşdur. Boşlar da hansı ilə işlənirdi? He, she, itdən başqa hamı ilə. Deməli, he gedir, me gedir, we qalsın, them getsin, us getsin. Çünki mənə elə bir şey lazımdır ki, özündən sonra feil tələb eləsin. Özündən sonra feil tələb eləyən bir dənə we-dir. Əslində, he də özündən sonra tələb edir. Amma bayaq dedim, he əgər nöqtədən sonra feil gəlirsə və feilin sonuna mütləq s qəbul eləməlidir. Amma we elə bir tələbi yoxdur. Təkcə we-ni yapışdırırsınız, bura gedir. Me-dir, them-dir, us-dır özündən əvvəl. Yəni, tutaq ki, bu cook burada olsaydı, nöqtədən əvvəl olsaydı, bundan üçündən birini seçə bilərdik. Amma nöqtədən sonra olduğuna görə mütləq adlı xal olmalıdır. Bir qeyd edeyim ki, əvəzli videosunun izahı, sırf şəxs əvəzli videosunun izahı, qaydasının izahı mənim kanalımda ətraflı şəkildə izah olunub. Burada sadəcə sınağın izahını verirəm deyə qrammatikanı izah eləyə bilmirəm, çox vaxtımız getməsin. Amma siz tövsiyə eləyərdim ki, birinci şəxs əvəzliyin qrammatika izah videosunu izləyin, sonra gəlin bu sınağa baxın. Yox, əgər bilirsinizsə, lap yaxşı. Məndən öncə cavabları tapmağa çalışın, sonra da baxın. Düz tapmısınız, yoxsa səhv tapmısınız, belə birlikdə işləyək. İndi gəlirəm 3-ə. With var burada. Bir dənə onu nəzərə alın ki, söz nöqtədən əvvəl söz önü gəlibsə, siz mütləq obyektal işlətməlisiniz. Baxın, bura aiddir hansı söz önləri çox vaxt işlənən. In, for, at, with. Elə without-un özü də olur adətən. Elə görürsünüz, burada with var. Başqa nə olur? Elə mən hələ ki, bunları əsaslar deyirəm sizə. Yəni, bunları görsəz, nöqtədən, təsəvvür edin, baxın, bu nöqtədir. Nöqtədən, dişləyirsiniz. Nöqtədən əvvəl, yəni burada yox. Bu nöqtədən sonra deməkdir, bu nöqtədən əvvəl. Nöqtədən əvvəl bunlardan hansısa birini görsəz, sizə kifayət edir ki, obyektal götürəsiniz. Burada obyektal bir dənədir, o da ki, us-dır. Çünki I, she, we, he hamısı adlı xaldır. Bir dənə burada us obyektaldır. 4. Read oxumaqdır, feildir. Baxıram ki, özündən sonra feil istəyən burada hansıdır?
bir dənə zeydi. Bunlar özündən əvvəl feil istəyir. Olurdu. 5-ə baxıram. Teacher asks. Baxıram ki, nöqtədən tutaq ki, siz deyirsiniz ki, hə, mən test işləyirəm. Bu nöqtə ortada gəlib. Mən hardan bilim ki, nöqtənin sağına baxmalıyam, nöqtənin soluna baxmalıyam. Bir dənə onu yadda saxlayırsınız ki, şəxs əvəzlikləri heç vaxt cümlənin ortasında gəlmir. Ona görə mən burada şəxs əvəzliyini atıram. I, they, he, we. Cavab qalır A. 6. Writes. Feilin sonunda nə var? S var. Avtomatik cavabım nədir? He, she, it. Üçündən biri. O da olur D variantı. 7. Yenə cümlənin ortasındadır da şəxs əvəzliyini atın getsin. I getdi, he, we, they qaldı A. Sonra nöqtədən cümlə nöqtənin harasındadır? Tam başlanğıcında deyil, ortasındadır. Belə olanda, məsələn, siz çaşa bilərsiniz, deyirsiniz ki, bu cümlənin əvvəlidir də. Mən deyərəm ki, məsələn, cümlənin əvvəlidirsə, görürsünüz, özündən əvvəl nə gəlib? Send. Send hansı nitq hissəsidir? Feildir. İndi şəxs əvəzliklərini atıram, çünki şəxs əvəzliklər nöqtədən sonra feil tələb edir. Amma bu nöqtədən əvvəldir. Ona görə şəxs əvəzliyi he, she, I, they gedir, qalır me. Cavab B. Nöqtədən sonradır, başda gəlib, ona görə olar şəxs əvəzliyi. Burada mən sizə sual verirəm. Niyə he yox, we? Məsələn, mən deyərəm ki, he də şəxs əvəzliyidir, we də şəxs əvəzliyidir. Niyə he-ni götürmürəm, we-ni götürməliyəm? Bu sualın cavabını siz mənə kommentdə yazarsınız. Görüm necə diqqətli qulaq asmısınız dərsə. Keçirəm ona. Cümlənin ortasındayam. Şəxs əvəzliyini atdım, bunu da atdım, qaldı B. Gəldim 11-ə. Yenə cümlənin ortasındayam. Baxıram ki, burada söhbət nədən gedir? I can't find my book. Deməli, bookdan söhbət gedir. Kitabdır, cansızdır. Ona görə qoyuram ki, it. B variantı. Bu iki hissəli cümlələrdə sadəcə tərcüməyə fokuslanın. Bayaq elədiyim kimi belə nöqtədən əvvəl nə gəlib, nöqtədən sonra feil gəlib, ona fikir verməyin. Bir dənə iki dənə cümlə olanda əsas mübtədaya baxırsınız. Birinci, məndən söhbət gedir, yox. Kitabdan söhbət gedir. Deyir ki, mən kitabımı tapa bilmirəm. Yəni, söhbət kitabdan gedir. Have you seen anywhere in the classroom? Deyirsən, onu sinif otağının harasındasa görmüsənmi? Heç görmüsən onu sinif otağında. Burada it olmalıdır, yəni B. 12. Eyni ilə burada da, sadəcə burada tək fərq var ki, Windows cəmdədir, siz də cəm verməlisiniz. Bütün cəmlərin də qarşılığı ya zeydir, ya da zəmdir. İkisindən biridir. Sadəcə mən cümləyə fikir verməliyəm. Cümlənin ortasındadır, ona görə olur zəm. 13. Deməli, burada altından xət çəkilmiş sözə mən əvəzlik verməliyəm. Baxıram ki, cümlənin ortasındadır. Təkdir, yoxsa cəmdir? Cəmdir. Mən də dedim ki, bayaq cəm olanların qarşılığı ya zəmdir, ya da zeydir. Cümlənin ortasında gəlirsə, avtomatik zəmdir. 14-də baxıram ki, nöqtə ilə işləyirəm yenə. Nöqtədən sonra, daha doğrusu heç nə yoxdur, boşluqdur. Deməli, nöqtədən əvvəl nəsə var burada. Nöqtədən əvvəl beliefdir, bu inanmaq feilidir. Mənə lazımdır ki, özündən əvvəl feili tələb eləsin. Məsələn, bu it ümumiyyətlə yiyəlik əvəzliyidir, atıram gedir. Z özündən sonra istəyir, zəm özündən əvvəl istəyir, qalsın. He də ki, özündən sonra istəyir. Mən qalıram bununla bunun arasında. Siz deyirsiniz ki, bu şəxs əvəzliyidir, bu özündən sonra feili istəyir. Mən də deyərəm ki, bu it bir dənə istisnadır ki, həm özündən sonra feil tələb edir, həm də özündən əvvəl. İndi siz deyirsiniz ki, niyə zəm yox, it? Çünki cümlədə nədən bəhs olunur? News'dan. News təkdədir. Sonunda s-sı olsa belə o sayılmır, yəni uncountable'dır. Mənə fərqi yoxdur onun s-sının olması. Ona görə bunu atırsınız, yəni daha doğrusu bunu seçirsiniz, nəzərə alırsınız ki, təkdədir, ona görə it verirsiniz. Yəni birdən imtihana düşüb eləsə, bilin ki, it özündən sonra feil də istəyir, özündən əvvəl də feil istəyir. Tək istisna odur. Bir də you var. You-nu da görsəz, mən yazım, siz də onu bir kənara qeyd edin. Yazın ki, həm belə yazın, həm feil,
nöqtə nöqtə həm də nöqtə 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 feil. Bunları birləşdirin. Yazın ki, you, it və salam. Yəni, həm nöqtədən əvvəl feil olanda you-la ikisindən birini qoyuruq, həm də nöqtədən sonra feil olsa ikisindən birini qoyuruq. Təkcə bunun istisnadır. Gəldim 15-ə. Nöqtədən sonra feil var. Bunu atıram, bunu da atıram. Qalıram bu üçü arasında. Cümləyə baxmalıyam. I always go to the park after school. Nöqtədən əvvəl nə gəlib? Söz önü gəlib. Söz önünə nə işlənir demişdim? Obyekt al. Bu adlıqdır, bu da adlıqdır. Ona görə qaldı B. 16 nöqtənin ortasındadır. Özündən əvvəl feil gəlib. Şəxs əvəzliklər gedir. Bu gedir, bu gedir. Zəm qalsın, he getsin. It isə mən bayaq dedim ki, it istisnadır. Həm adlıq halda olar, özündən əvvəl feil tələb eləyər, həm də özündən sonra feil tələb eləyər. Ona görə it qalır, zəm də qalır. Cümləmin ibtidasına baxıram, görəm bread təkdədir, ona görə olur it. 17. Mary altına xətt çəkilib, amma fikir verirəm ki, özündən əvvəl feili var. She-ni götürsəm səhv olar. Çünki she şəxs əvəzidir, heç vaxt cümlənin ortasında işlənmir. Mənə lazımdır obyekt hal, ya adı, ya da D-dir, ya da Y-dir. Baxıram bura. Rules cəmdədirmi? Cəmdədir. Və cümlənin axırında gəlib. Şəxs əvəzliyi heç vaxt cümlənin axırında işləmir. Ona görə A. Z şəxs əvəzliyi cümlənin axırında işləmir. Başlanğıcında olmalıdır. İtdəki təkdədir. Mənə amma cəm lazımdır. Ona görə getdi. 18. Yenə kuzinə baxıram. Ask feildir. Him də olar, her də olar, him də olar. Çünki mənim kuzenlərim qız da olur, oğlan da olur. İndi gələm ikinciyə. Cats cəmdədir. Cəmdədirsə zəm olar. Vəssalam. Sonra 19. Aha, baxıram ki, actress. Burada diqqətli olun. Actress qadındır. Aktor olsa, or olsa kişi olur. Bu isə qadındır. Qadındırsa və cümlənin ortasında işlənibsə, her qalar, her qalar. İndi gəlirəm avtoqraf. Avtoqraf cansızdır, təkdədir, cümlənin ortasındadır. Bir dənə it yapışdırıram, bitər. Zəm olmaz, çünki zəm cəmdir. İndi 20-yə yenə, aha, aktor. Baxın, bayaq ki, bu kişidir. Buna bir dənə him yapışdırarsınız. Ya bu, ya bu, ya da bu. Posterə baxarsınız. Poster cansızdır. Cümlənin axırındadır. Ona görə iti yapışdıraram, gedər. Yox, əgər cəmdə olsaydı, zəmi yapışdırardım. 21. Policeman təkdədir və cümlənin əvvəlindədir. Buna diqqət eləyin. Ona görə he olar. Bu. The driver sürücüdür. Cümlənin ortasındadır və təkdədir. Ona görə olar him. She olmaz. Şəxs əvəzliyi də olmaz. Zəm olmaz. Cəmdədir. Bu təkdədir. He də olmaz. Bir dəqiqə. He də olmaz. Çünki o da şəxs əvəzliyidir. Özüm də çaşdım bayaq. 22-yə baxıram. Deməli, 22-də məni gözləyir. Burada apostrof S olsa, ikinciyə verin. Elə bir təsəvvür edin ki, bu da isimdir, bu da isimdir. Mən həmişə neçənci ismə baxıram, ikinci ismə. Məsələn, mebel mağazası. Mebelə baxmıram ki, mağazaya baxıram. Mağazaya baxıram, burada da Nisə baxıram. Nis də qadındır, qardaş qızı, bacı qızı deməkdir. Qızdırsa, cümlənin əvvəlində işlənibsə, bir dənə yapışdıram she. Gələm trousers cəmdədir, cümlənin ortasında da olur zəm. 23. Deyir ki, burada ya bir dənə düzgün cavab var, ya da bir iki dənə düzgün cavab var. Cümlə nöqtədir və başlanğıcdadır, şəxs əvəzliyi olmalıdır. Məsələn, bu gedir, elə gedir. Sonra baxıram, ardı cəmdədir, z olar, you olar, we olar. Vəssalam, he olmaz, çünki he ilə iz işlənir. Gəlirəm 24-ə. Aha. Deməli, bura biraz narahatdır. Okey, indi məncə yaxşıdır. Aha, Tom found some money on the street and... Okey. Cümlənin, baxın, bu tukdur, zeydir. Tuk götürməkdir. Götürmək mənası da var, yəni bir çox mənası var. Burada sırf aparmaq mənasındadır. Və feildir də, amma z özündən sonra feil istəyir axı. Bu avtomatik çıxır gedir. Burada baxıram ki, took it,
Söhbət nədən gedir burada? Tom found some money, moneydən söhbət gedir. Söhbət puldan gedirsə, pul da təkdədir, sayılmır. Ona görə 3-ü götürə bilərəm. İndi siz mənə deyirsiniz ki, bu it şəxs əvəzidir axı. Mən də bayaq deyərəm ki, axı mən istisna kimi qeyd elədim. Həm adlıq halda, həm də obyekt halda işlənə bilir. Ona görə bunu götürdüm. Bir dənə də gəldim. Took him to the police station. Some money on the street and took him. Took him niyə? Bu olmaz. Him olmaz. Çünki him kişi cinsidir. Amma money cansızdır da. Mən ona necə kişi cinsi verim? Ona görə 4-də gedir. Hələ ki 3 düzgündür. Z ümumiyyətlə şəxs və cümlə ortasında işlənməz. Bir dənə buna baxıram. Zim cəmdir. Amma məndə money təkdədir. Ona görə heç olmaz. Bir dənə düzgün cavab 3-dür. Gəldim bura. Cümlənin axırındayam və özündən əvvəl feil gəlib. Söhbət nədən gedir? We have a new hostess. Bizim yeni hostesimiz var. But I don't know. Okay, amma mən onu tanımıram. Baxaram ki, burada qadın cinsidir və cümlənin sonundadır. Ona görə olar her bu. She olmaz, çünki she özündən sonra feil istəyir. Burada da bir dənə her olar ki, özündən əvvəl feil istəyir. Fikir verin özü bu suallara. Ya bir dənə düzgün cavab var, ya da bir-iki dənə. Amma bizdə bir dənə bu düzgündür, bir dənə burada 3 düzgündür. İndi 26-ya baxaq. Nöqtədən sonradır, cümlənin başındadır. Olar ki, you olar, we olar, they olar. Çünki he ilə she tək istəyir, iz istəyər. Tərcümə yanına qoysaq, you are a good student, always ready to answer question. We are good students, hamısı oturur, they are. Hamısı uyğundur. Yəni, okeydir, əladır. Hamısı uyğundur və cavabları tapdıq. İndi isə possessive pronouns izah eləmək istəyirəm. Bundan sonra gəlir reflexive. Bundan sonra gəlir demonstrative və mixed. Okay. İndi possessive pronouns'a gəlir. Possessive pronouns nədir? Possessive pronouns hiyəlik əvəzliklərdir. Bu çox rahatdır. Bu ancaq özündən əvvələ baxırsınız. Yəni, nöqtədən sonraya baxırsınız. Ay nöqtədən əvvəllə işləyim, nöqtədən sağına baxım, yəni soluna baxım, elə bir şeydir. Təkcə nöqtədən sonra, nöqtədən sonra. İndi mən sizə izah edeyim asan versiyasını. Əgər nöqtədən sonra isim varsa, bu s-lara, s olanları atın geçsin başdan bəri. Sonra fokuslanın cümlənin əvvəlinə. Cümlənin əvvəli təkdədirmi? Tək verirsiniz. Cəmdədirsə, cəm verirsiniz və salam. Eynilə possessive pronounsunda tam aydın izahı mənim kanalımda var. Orada daxil olub baxa bilərsiniz ki, mən burada çox izah vermirəm, vaxtımız getməsin. Amma yenə də kanalda var. Daxil olub izləyə bilərsiniz. Ondan sonra test eləməyə gəlin ki, rahat olsun sizə. İndi baxıram ki, nöqtədir. Nöqtədən əvvəl, nöqtədən sonra isim var. Hence əl deməkdir. Əldirsə isimdir. Bu s, getdi. Cümləyə baxıram. Children cəmdir. Yapışdırdım. Zehir getdi. 2. Nöqtədən sonra heç nə yoxdur. Nöqtədən sonra heç nə olmayanda mən avtomatik özündən sonra heç nə istəməyən götürməliyəm. Yəni, boş olanı götürməliyəm. Maydı, yordu, avadı, zerdi özündən mütləq dərhal sonra isim istəyir, amma mayın heç nə istəmir və ya başqa nitq hissələr istəyir. Ümumiyyətlə, elə bir şey olsun ki, ya heç nə olmasın, boş olsun, ya da isimdən başqa nə olur olsun, təkcə isim olmasın. 3. Baxıram homework, ev işi, isimdir, s gedir, mayın da gedir. Çünki mayın bayaq qeyd elədim ki, özündən sonra isim istəmir. Qalıram yor, yoxsa may, baxıram aydısa may olar. 4. Nöqtədən sonra heç nə yoxdur. Olur ki, sığlı bir şey. Bu. Yenə üstünü kimsə yazıb sağ olsun. Görünür. Necə yazıblarsa getmir. Biraz da bərk basarsınız uşaqlar. Özümkilərə səslənirəm. Gələn dəfə heç poza bilməyim. Deməli, s olanı seçirəm. Çünki budur. Özündən sonra isim istəyir. 5. Gəldim 5-ə. Nöqtədən sonraya baxıram. Nöqtədən sonra yuva sözü gəlib. Nest yuvalar. Baxıram ki, s. Bu da mayın gedir. Çünki özündən sonra heç nə istəmir. Qalırdı.
Nöqtədən sonra heç nə yoxdur, bomboşdur. Bir dənə s-ını olanı seçirəm. Yoluma davam eləyirəm. Baxıram, grandparents var. Nənə baba ikisi də var. S, mine-də gedir, qalır c. Sonra nöqtədən sonra isim var. S, mine, a. Görürsünüz necə rahatdır. Bu s deyirəm, yəni s olanlar gedir. Çünki isimlə sonu s bitənlər uzlaşmır, olmaz. Baxın, yenə eyni mövzudur. Address. Burada amma təklədir və isimdir, olsun da. Nitq hissəsi olaraq isimdirsə, yenə s. Bu, bunun s-sı var deyə onu ata bilmərəm. İndi onu izah eləyərəm sizə. Mine-də gedir, qalır cavab b. Tutaq ki, mən test işləyirəm. Götürdüm his, s-la qutarıb. Bir də atdım. Bu nə qaldı? Hi qaldı. Daha doğrusu hay qaldı, salam. Olmur. Bir dənə bu hizdir ki, bir də içdir ki, burada diqqətli olun. Eyni ilə bunun kimidir. Özündən sonra isim də istəyir, yəni isim də olar və ya olmaz. Yəni, həm özündən sonra isim istəyir, həm də istəmir. Bu ikisi belə dəcəllik edir. Bu şəxs əvəzliyində bu ikisi dəcəllik edir. Yunan, it. Yiyəli əvəzliyində də bu ikisi tabi olmur heç kimə. Bu da dəcəllik edir. Həm isim istəyir, həm istəmir. Burada da Yunan, it şəxs əvəzliyində həm feil istəyir, özündən əvvəl, həm də sonra istəyir. İndi gəlirəm, baxıram ki, elə cavabım burada bu olur. Baxıram, neighbors, qonşulardır. İsimdirsə, s, mine gedir, olur bu. Umbrella isimdir, s, sonra mine, hamısı gedir. Baxıram, cümlənin sonudur. Her yox, hers olar. Çünki her özündən sonra isim istəyir. Hers istəmir, bu. 12 mountains, hansı ilk hissəsidir? Baxıram, isimdir. Bir dəqiqə, aha, isimdir. S gedir. Bu s şuluq salır, bu qalsın. Bu ümumiyyətlə yiyəli hala hələ ki aid deyil. Mən oranı sizə izah eləmədim. Sonra bu s gedir. Bu s da gedir. Elə qalır cavab B. Bir dənə bunu da qısa izah edeyim. Oy. Bir dəqiqə. Bir dənə mən bunu izah edeyim sizə. Bu balaca it's nə deməkdir? Bu it is'in qısa versiyasıdır. Baxın bunun. It is. Bu it is özündən sonra nə istəyir? Tək. Amma bir dənə buna baxın. Mountains. Cəmdir. Olmaz. Həm də it is cümlənin əvvəlində işlənir. Bu cümlənin ortasındadır. Mən bunu heç vaxt burada yaza bilmərəm. Gəlirəm 13-ə. Name addır. S gedir. Bu da zaten gedir. Çünki cümlənin ortasında mən heç vaxt bunu yaza bilmərəm. Bu da gedir. Zaten bu özündən sonra heç nə istəmir. Qalır cavabdır. İdeya fikirdir. İsimdir. Ona görə A qalır. C gedir. Y gedir. Burada da B qalır. Baxıram ki, nöqtədən sonra feil gəlib. Yəni isim deyil də. Elə bir şey var ki, ya isim gəlməsin, ya da isimdən başqa hər şey gəlsin. Bu özündən sonra isim istəyir. Bu your da özündən sonra isim istəyir. Elə cavab qalır B. 15-də mənə deyir ki, David, deməli bu kişidir. Kişidirsə C, D qalır. Your sizdə bacıdırsa, təbii ki, qadın cinsi C. 16. Okay. Delicious pasta. Siz deyirsiniz ki, bu sifətdir. Bir dənə götürüm özündən sonra, məsələn, isim istəməsinin başqa bir hissəsini. Olmaz. Mən ümumiyyətlə sifəti atıram kənara. Mənə sifət lazım deyil. Ondan sonrakına baxıram. Pastadır, makarondur. Yəni bildiyimiz makaron. Ona görə isimdir. S gedir. Bu ümumiyyətlə gedir. Qalıram A ilə B arasında. Cümlənin əvvəlinə gəlməliyəm. Italia is famous for. İtaliya təkdədir. Ona görə də bir dənə A-nı yapışdırdım, getdim. Italy daha doğrusu. İtaliya bizim dildə. Gəlirəm bura. Deməli. Cümlənin axırıdır. Cümlənin axırıdırsa S qalır, elə qalırsa B. Gəldim bura. Okay. Nöqtədən sonra əl yazısı sözü var. İsimdir. İsimdirsə A gedir. D gedir. Qalır B, C da qalmır.
Çünki sonunda s var. Qalır bundan e. Nöqtənin cümlənin sonudur. Heç özündən sonra heç nə yoxdur. Təbii ki, yorsdur. My özündən sonra isim istəyir. 19. Okay, nöqtədən sonra isim var. Qalır, gedir, qalır, qalır, gedir. İndi baxıram, yenə nöqtədən sonra isim var. Gedir, qalır. İndi gəlirəm bura. Nöqtədən sonra feil var. Cümlənin əvvəlidir. My özündən sonra, daha doğrusu my'ın özündən sonra nə istəyir? Bir dəqiqə, variantımız bayaq çıxdı da, Y variantı. Uşaqlar, indi saat, bir dəqiqə baxın. Saat 3'ə işləyir, ona görə biraz beynim durmuş ola bilər, siz ona fikir verməyin. Yenə də Y variantıdır burada. Çünki your özündən sonra isim istəyir. Burada my özündən sonra isim istəyir. My da özündən sonra isim istəmir. Başqa nə istəyir? Gəlsin. Razıdır, ona görə izli feildir, ona görə my'ını götürə bilərəm. Ümid edirəm, mənə başa düşə bilirsiniz. Çünki saat 3'ə işləyir. Hal-hazırda maksimum sizə aydın izah eləməyə çalışıram. Gecə 3'ə işləyir daha doğrusu. Deməli, gəldim 20'yə. Nöqtədən sonra açarlar sözü var. İsimdir. D gedir. C gedir. Qalıram bu üçü arasında. Nöqtədən sonra heç nə yoxdur. Cümlənin sonudur. Bu özündən sonra isim istəyir. Bu da özündən sonra isim istəyir. Bu isə həm istəyir, həm istəmir. Kefinə görədir. Hal-hazırda istəmir, götürə bilərəm. 21. Homework ev tapşırığıdır. Bunu hansı ağıl yazıb belə hizi falan da aparıb. Buna fikir verməyin. Arada belə olur. Kreativ düşüncələr. Okay. Mine gedir. Qalanları qalır. Nöqtədən sonra, yəni heç nə gəlməyib. Daha doğrusu cümlənin sonudur. Cümlənin sonu olduğuna görə də mən götürərəm. Hansını götürərəm? Ürəyim hansını götürmək istəyir məsələn? Ilə D-ni götürərəm. Çünki her, my özündən sonra isim istəyir. Amma burada isim yoxdur da. My'ın da düz yer. Çünki my'ın özündən sonra isim istəmir. Elə variantım olur D. 22'yə baxıram. 22'də tələb olunur düzgün cavab. Baxın, bu my'ın burada nə gəzir? My'ından sonra isim gəlib. Olmaz. My heç nə istəmir. Boş istəyir. Sonra my. My cümlənin əvvəlində axırında olmaz. Daha doğrusu olsa belə özündən sonra isim istəyir də. Bu olmaz, səhvdir, getdi. Yours friends nədir? Yours ümumiyyətlə özündən sonra isim istəmir. Bu s, bir də isim, heç uzlaşmır. Tom visited his family. Bu oturar. Çünki his özündən sonra isim istəyir. Family nə? Ailə. 4. Deyəsən burada cavab 4-5. Çünki qaralanıb fikir verirsiniz. 4-5. Burada gəlirəm ki their homework. Yes, their özündən sonra isim istəyir. Homework isimdir. Vəsə. Burada çap xətası gedib deyəsən. 4-5'i özləri qaraldıb. Okay, 24. Yenə düzgün. It's premise. Mən sizə dedim ki, bayaq bu it apostrofsu it is deməkdir. Yəni özündən sonra tək istəyir. Amma piramida cəmdir. Atdım, getdi. Sonra, it's özündən sonra həm isim istəyir, həm də istəmir. Bu onsuz da hər iki halda düzdür. Qalır. Sonra baxıram burada. Your homework. Your özündən sonra isim istəyir. Homework da isimdir. Qalsın. Buna baxın. Theirs özündən sonra isim istəmir. Uniforms isimdir. Getdi. Qalır 2-3. 25'ə baxıram. Cümlənin axırındadır. Özündən sonra heç nə yoxdur. Mine olar. His olar. Ours olar. Elə olar 1, 2, 3. 26 və sonuncu. Cümlənin ortasında özündən sonra isim gəlib. Our olar. His də olar. Mine-la yours olmaz. Çünki mine-la yours özündən sonra isim istəmir. Başqa ürəyi nə istəyir gəlsin olar. Təkdə isim olmaz. Okay. Bu bura qədər. Bu növbəti sınağı relative pronouns. Relative nədir? Reflexive pronouns. Bir dəqiqə. Aha. Bunu sonra bunun ardı olan demonstrative pronouns və pronoun mixed olan testləri mən sizə ardını çəkərəm. Bu biraz uzun video olmasın deyə. Qrammatika izahları isə reciprocal pronounsa qədər hamısının izahını vermişəm.
Yəni hamısını rahatlıqla izləyə bilərsiniz. Sonra da rahat formada gəlib sınaq izahına baxa bilərsiniz. Bu günlük bu qədər. Kimin nə sual olsa qeyd eləyər rəylərdə. Qrammatik qeydlərin qısa konspekt forması üçün, bu kitabda hansısa bir sınağın şəkli üçün və ya izahı üçün rəy yaza bilərsiniz, ya da profildə nömrəm var, orada yaza bilərsiniz. Bu günlük bu qədər. Növbəti videoda görüşərik. Uğurlar sizə.